bununla getsəm əgər mən ki, iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Yazıram iş bərabərdir mənfi delta Y potensial və salam. İşi 15 verib, 15 bərabərdir mənfi Y potensial, çıxaq Y potensial 0 və salam. Yəni bu şəkildə baxırsan da məsələyə. O da bərabərdir 15, bərabərdir qoyursan da yerinə. Mənfi Y potensialı bilmirəm. Mənfi mötərizənin sonunda olsun. Y potensial bilmirəm, çıxaq 40 olduğunu bilirəm da amma. Düzdür? Bu şəkildə. Və salam ikincinə. İkincidə mənə deyir ki, kütləsi, yəni 3-ə də, kütləsi 40 kiloqram olan cisim. Yazaq uşaqlar, M bərabərdir 40 kiloqram. Düzdürmü? M bərabərdir 40 kiloqram. Düz xətli bərabər yavaşlayan hərəkət edərək sürətini 20 metr böl saniyədən uşaqlar yazıram. V bərabərdir 20 metr böl saniyə. Hara salıb uşaqlar? V yox, V0 yazaq mənə. Çünki mənim başlanğıc sürətimdə axı. V olsun 10 metr böl saniyə. Başlanğıc sürətin həmişə indeksinə V yazılır axı. V0 daha doğrusu. Aha, olur 10 metr böl saniyə. Bu da son sürətimdir. Qədər azaltmışdır, deyir. Sürtünmə qüvvəsinin gördüyü işi hesablayın. Uşaqlar, burada Fs yoxdur. Mən işi Fs ilə tapa bilməyəcəm. Bəs işi necə tapa bilərəm? Yuxarıda yazır. İş əks işarə ilə kinetik enerjiyə bərabərdir. Delta Y kinetikə. Bunu bilirik də, düzdür? O da üzr istəyirəm, əks işarələri yox, eyni işarə ilə. O da bərabərdir. Kinetik enerjiyi açırsan da uşaqlar, mv kvadrat böl 2-dən çıxıram mv0 kvadrat böl 2-ni və salam. O da bərabərdir. Uşaqlar, buradan m böl 2-ni mötərizə xaricinə çıxarsam, v kvadrat çıxaq v0 kvadrat şəklində alıram. O da bərabərdir. M nə qədərdir? 40. 40 bölək 2. V-miz 10-dur. Onun kvadratı 100 çıxaq. V0-miz 20-dir. 20-nin də kvadratı 400. Düzdür? O da bərabərdir. 40-ı 2-yə böləndə 20. Vuraq. 100-dən də 400 çıxanda mənfi 300 qalır da uşaqlar, düzdürmü? Mənfi 300. O da eləyəcək nə? Mənfi 6000 joule alınmış olur. İndi burada da variantları kilo ilə verdiyinə görə mən artıq bu 3 sıfırı silib əvəzində kilo ifadəsindən istifadə edə bilərəm. Olur mənfi 6 kilojoule. 8 metr hündürlükdəki balkondan 0,5 kiloqram kütləli daş atılır. Deməli, uşaqlar, böyük haşım 8-dir və M bərabərdir 0,5. Deyir, atılır və 3 metr hündürlükdəki evin damına düşür. Kiçik haşımda 3-dür. Deyir, ağırlıq qüvvəsinin gördüyü işi tap. Uşaqlar, baxın, mənim elə ki, bir dənə damım var, fikirləşin belə. Bunun hündürlüyü olsun 8 metr. Mənim də burada bir dənə daşı var. Bu daşı belə atıram hara uşaqlar? Gəlib düşür bura. Baxın, gəlib düşür bura. Belə. Aha. Bu da olsun 3 metr. Yerdən 3 metr də. 3 metr hündürlükdəki deyir. Aha, 3 metr. İndi uşaqlar, mən burada ağırlıq qüvvəsinin gördüyü işi tapanda, mən bilirəm ki, A bərabərdir. mg h1 çıxaq h2-dir da uşaqlar, düzdür? O da bərabərdir. M 0,5-dir, J 10-dur. Uşaqlar, h1-in nə qədərdir? Bir dənə fikirləş. h1 8-dir. Niyə? Çünki birinci halda cisim 8 metr hündürlükdədir yerdən. Çıxaq, bəs h2 nə qədərdir? İkinci halda cisim 3 metr hündürlükdədir. Yəni 8 çıxaq 3. O da bərabərdir. Onda nə alınacaq? 5 vuraq 8-dən 3 çıxanda da 5 eləyir da. 5 vuraq 5, o da alınacaq nə uşaqlar? 25 joule. Yəni A variantı. A bərabərdir Fs-dir. Düzdür? F-i saxlayaq, sabit qüvvə deyir da. Qüvvə dəyişməyəcəm heç. Çünki sabit qüvvə nə deməkdir uşaqlar? Yəni F bərabər konstant. Yəni düsturumda qüvvə nə olmalıdır? Qüvvə olmalıdır da. Mövcud olmalıdır. F bərabər konstant yazıram. Aha, bəs S-in yerinə nə yazım uşaqlar? Yoxsa S-dən asılıq istəyir, zamandan asılıq deyir uşaqlar, amma bura S yazılıb. Gəl bunları biz zaman kimi düşünək. Zamandan asılıq deyir əslində. Zamandan asılıq desəydi, bax belə, qrafikdə S göstərib. S desəydi, sən deyirsən ki, müəllimə, A bərabərdir Fs, F sabitdir, A S-dən düz asılıdır. Amma yəni burada da yer dəyişmən əks istiqaməti təsir edən qüvvədir. Burada T olmalıdır əslində uşaqlar. Məsələdə səhvlik yazılıb. Çünki şərtdə deyir zamandan asılılıq, amma variantlarda yer dəyişmədən asılılıq verilib. Aha, fərzdəki T-dir. İndi mən aldım ki, işin bərabərdir Fs. Bəs S-in yerinə nə yazacağım uşaqlar? AT kvadrat böl 2. Niyə də olmasın?
Amma burada bir nüans var da, yer dəyişmənin əksi istiqamətdə təsir edən deyir. Yəni sən burada əslində V0 çıxaq AT kvadrat bölü 2 yazırsan da, S özü elədi axı. V0 çıxaq AT kvadrat bölü 2. Düzdürmü? Vəssalam. Buradan mən nə görürəm uşaqlar? Çünki yer dəyişmənin əksi istiqamətdə təsir edən qüvvə deyir axı. Yəni x oxun əksinədir da belə deyək. Ona görə də y variantını götürürsünüz kvadrat olduğuna görə. Yəni daha gedib düz xətləri götürə bilmərəm də uşaqlar. Yəni diqqətli olun bu tip məsələlərdə. 13-də mənə deyir ki, şəkildəki kimi cismə təsir edən qüvvələrin gördükləri işləri müqayisə eləyin deyir, düzdürmü? Uşaqlar gəlin baxaq. Baxın, birinci baxıram dartı qüvvəsinə. Uşaqlar fikir verin. Dartı qüvvəsi hara yönəlib? Sağ tərəfə. Təcil hansı tərəfədirsə cisim o tərəfə gedir. Təcil elə yer dəyişmənin istiqamətidir. Yer dəyişmə də sağ tərəfədir. Qüvvə ilə yer dəyişmə eyni istiqamətdə olanda görülən iş müsbət olur. Yəni dartı qüvvəsinin işi sıfırdan böyükdür. Baxıram ikincinə. Sürtünmə qüvvəsi sol tərəfədir. Amma yer dəyişməm sağ tərəfədir. İşlə yer dəyişmə əks istiqamətdə olduğundan sürtünmə qüvvəsinin gördüyü iş sıfırdır. Üzr istəyirəm, sıfırdan kiçikdir, mənfidir. Və nəhayət üçüncü. Ağırlıq qüvvəsi aşağı doğru yönəlib. Yer dəyişmə isə necə yönəlib? Sağ tərəfə doğru. Aşağı və sağ bir-biri ilə perpendikulyardır. Yəni 90 dərəcədir. Ona görə də burada görülən iş sıfır olacaq. Deməli, ağırlıq qüvvəsinin işi burada olacaq sıfır. Və salam uşaqlar, bu da oldu bizim cavablarımız. Yəni burada, belə verib, dartı ən böyük olacaq uşaqlar. Çünki dartı müsbət deyil, sürtünmə mənfi. Dartı böyük, sürtünmə balaca, ağırlıqda sıfır. Deyək B variantı. Yəni burada uyğun gələn budur. Yəni fikir verdinizsə, mən 3 qüvvənin üçünü də necə müqayisə elədim uşaqlar? Üçünü də yer dəyişmə ilə müqayisə elədim. Ay müəllim, bəs burada mənə yer dəyişmə verməyib. Uşaqlar, cisim hər zaman təcil istiqamətində hərəkət edir. Təcilin hansı tərəfə o tərəfə gedəcəm də. Yəni burada sürət vermədiyinə görə təcilin istiqaməti elə mənim üçün ya da məsələn əvəzləyici qüvvənin istiqaməti, təcilin istiqaməti fərqi yoxdur. Sürətin istiqaməti. Bunlar hamısı cismin getdiyi tərəfi göstərir. Yəni yer dəyişmənin istiqamətini göstərir. Burada mənə nə deyir? 2 kiloqram kütləli cisim, yazaq uşaqlar, M bərabər 2 kiloqram. H bərabərdir 20 metr hündürlükdən sərbəst düşdükdə gücü istəyir uşaqlar. Gravitasiya sahəsinin gücünü hesabla. Uşaqlar, biz gücə demişdik N, düzdürmü? N ya da P demişdik. İndi P-yi hər deməmişik, cəryan şiddətinə deyəcəyik. Amma mexaniki iş gücü dərsində N demişik. Güc bərabərdir nəyə uşaqlar? Güc bərabərdir, deməli, görülən iş bölək zaman. Düzdürmü? O da bərabərdir. Uşaqlar, burada işin yerində mən nə yazacağam? MJH. Düzdürmü? Bölək. Uşaqlar, zamanın yerində nə yazaram? Bir dənə fikirləşin. Zaman özü nədir? T bərabərdir. Sərbəst düşən cisimlərdə H bərabərdir JT kvadrat bölü 2-dən tap da. T bərabərdir kök altında 2H bölək J. Bəli. Vəssalam. O da bərabərdir kök altında 2 vuraq. H-ı 20 verib, bölək 10. Burada da 10-la bu 2 ixtisar gedəndə kök altında 4 bizə 2 verir. Deməli, zamanımız 2 imiş da. Zamanın yerinə 2 yazacağam. O da bərabərdir. Kütləyə də 2 verib. J 10-dur. H 20-dir. Deməli, bölək 2. Buradan da 2-lər ixtisar gedəndə cavabımız alınır 200 watt. Vəssalam. Bu da mənim görülən gücüm, yəni mənə lazım olan daha doğrusu güc. İşi MJH ilə tapıram. Zamanı da ki, niyə H bərabərdir? JT kvadrat bölü 2 ilə getdim. Çünki burada sərbəst düşən cisim deyil. Axı sərbəst düşən cisimin düsturu budur. Buradan zamanı asanlıqla biz təyin edə bilərik də onsuz da. Bax bu şəkildə. Deməli, burada mənə deyir ki, üçüncüdə mühərriyin gücün 20 kilovat verib. Uşaqlar, yazıram. N bərabərdir 20.000 watt yazıram. Qaldırıcı kran 5 ton kütləli yükü M bərabərdir uşaqlar. 5 ton 5000 deməkdir da. 5000 kiloqram. Yükü 20 metr hündürlüyə H bərabərdir 20 metr. Hündürlüyə 1 dəqiqə 40 saniyəyə qaldırır. Uşaqlar, zamanımız burada onda 100 saniyə olacaq. Çünki 1 dəqiqə 60 saniyədir. Üstünə də bir 40 saniyə gəndə 100 saniyə eləyir. Sən də o belə 1-10-da 4 saat saxlaya bilmərsən də zamana keçməlisən. Səndən fiyəni istəyir, yəni faydalı iş əmsalını. Uşaqlar, biz demişdik, faydalı iş əmsalı nədir? Faydalı iş əmsalı belə düşünə bilərik də.
görülən faydalı işin tam işə olan nisbətidir. Bərabərdir. Gəlin baxaq. Bərabərdir. Yenə yazmır. Bəlkə burada yazaq. Eta, biraz yuxarıda yazım. Eta bərabərdir. Faydalı işin tam işə olan nisbəti. Həmişə uşaqlar, həmişə fiyə buna bərabərdir. O da bərabərdir. Uşaqlar, burada faydalı iş MGH-dır. Yəni ağırlıq qüvvəsinin gördüyü iş faydalı işdir. Böyle tam işdə uşaqlar, nə qədər güc sərf eləmisənsə, o qədər güclə görülən iş tam işdir da, NT. Çünki güc özü A bölü T'dir axı, oradakı A tam işdir. O da bərabərdir. Və salam, vuraq 100% unutmayaq uşaqlar. Fiyə həmişə faizlərlə ifadə olunur. O da bərabərdir. Uşaqlar, M-i verib 5000, J 10-dur, H 20-dir, bölək, N 20.000-dir, vuraq zamanımızda 100-dür. Və salam. İndi burada uşaqlar, deməli, 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Yəni bu sıfırları ixtisar apardım. Yuxarıda qaldı 5 dənə 2, 10. 10 bölə 20. Yəni 2-də 1. Düzdürmü? 2-də 1. Vuraq nə? Təbii ki, yenə deyirəm 100%. Çünki faizlərlə ifadə olunmalıdır da. 2-də 1 də uşaqlar 50% deməkdir. 50%. Deməli, burada kranın gördüyü faydalı iş əmsalı 50%dir. Görülən işin 50%-i bizim üçün faydalıdır. Yerdə qalan mühərriyin işləməsi üçündür də. Yəni, onsuz da %100 heç bir belə fayda görmək mümkün deyil axı heç bir sadə mexanizmlə. Yəni bu şəkildə düşünə bilərsiniz. Amma bu etanın faydalının belə tam olduğunu olsa biz həmişə bilirik. Faydalı işdir, həmişə yadınızda saxlayın, ağırlıq qüvvəsini gördüyü işdə. Tam işdə məsələn nə qədər güc sərf eləmisənsə da o gördüyün tam işi olacaq da. Falan qədər güc sərf eləmişəm. Yəni belə. Sonra burada var 7-ci. Deməli, kütləsi 6 kiloqram olan yük tərpənməz blok vasitəsilə 2 metr hündürlüyə qaldırılır. İplə blok arasında sürtünmə qüvvəsi 15 Newton olarsa, blokun faydalı iş əmsalını hesablayın. Uşaqlar, deməli, burada biz hazır düstur var idi, düzdür, faydalı iş əmsalı üçün. Eta bərabərdir. Tərpənməz blokda bu gördüyümüz kimi MJ bölək F idi da. MJ, yenə deyirəm, əslində faydalı iş bölək tam işdir. Burada faydalı iş MJH-dır, tam işdə FL-dir. Onlar bir-birini aparır deyə MJ bölək F qalır. Vuraq 100%. Bu, alınan düsturum. İndi o da bərabərdir, uşaqlar. Burada eta, deməli, yox, yüküm 6-dır, 60 kiloqram. Deməli, yuxarı 60 yazacağım. Bölək, amma aşağı nə yazacağım? Bax, buradan aşağı 60 Newton var, ağırlıq qüvvəsi. Birdə nə var, uşaqlar? 15 Newton sürtünmə. Bir də sən bunu yuxarıda artırsan deyə, buradan çəkirsən deyə, burada sürtünmə yanında 15 Newton. 15 bu, 60 bu. Onda deməli, mənim F-im nə qədər olacaq uşaqlar? Mənim F-im burada olacaq 75. Bəzən uşaqlar deyir ki, ay müəllimə, bəs həmişə demişdik ki, tərpənməzdə daha doğrusu bura 60-dırsa, burada 60-dır. Bəli, uşaqlar, o sürtünmə nəzərə alınmayan hallar üçündə. İndi burada özü sürtünmə verib axı. Ona görə nəzərə almaya bilmərsən. F-in yerində yazırıq 75. Vəssalam. Aha, bir dəqiqə. 75. Vuraq 100%. Düzdürmü? Bax belə. Olur cavabımız 80%. 7-ci. Bəhs cismin təzyiqi nəyə bərabərdir? P nəyə bərabərdir uşaqlar? P bərabərdir F bölü S. Düzdür? Və burada eynicisindən söhbət gedir da. Ona görə F konstantdır. Yəni sən bunu belə çevirəndə bunun MJ-si dəyişməyəcək ki, F konstantdır. Görürəm ki, təzyiqlə səthin sahəsi tərs asılıdır. Bunun birinci halda sahəsi S-dir. Amma sən bunu tərs çevirəndə ikinci halda nə olacaq uşaqlar? İkinci halda sahəsi olacaq, S2-miz olacaq nə? S2-miz olacaq 3S. Çünki, bax, artıq elə bir şey, görüntüsü belə olacaq da artıq bu şəkildə. Bax, belə. Yəni, 3S aşağı düşəcək, S yuxarı düşəcək. Buradan mən nə görürəm? Sahəm neyinədir uşaqlar? Sahəm 3 dəfə artdı. Onda təzyiq nə olacaq? Çünki sahə 3 dəfə artdısa, təzyiq 3 dəfə azalmalıdır. Niyə? Çünki tərs asılıdırlar. Yəni, nə qədər sahəm böyüksə, təzyiq o qədər aşağı düşmüş olur. Bu şəkildə. Yəni, primitiv məsələdir. Sadəcə, yenə də özüm verdim ki, bu tip məsələlərdə bizə qaranlıq qalmasın. Sonra, üçüncü var uşaqlar. Burada deyir, 3 eyni kub müxtəlif vəziyyətləri göstərilmişdir. 3 eyni kubun müxtəlif vəziyyətləri. Təzyiqlər və təzyiq qüvvələr. Uşaqlar, baxın nə deyir? 3 eyni kub. Uşaqlar, 3 eyni kub bilirsiniz nə deməkdir? Yəni, məsələn, bu 2 kiloqramdırsa, bu da 2-dir, bu da 2-dir, bu da, hamısı 2-dir. Məsələn, kiloqram olaraq, kiloqram.
İndi burada bunların hamısının MJ-si eyni olmur ki. 6 budur, 6 budur, 6 budur. Onda 60 Newton budur, 60 budur, 60 bu. F-lər eynidir də. Ona görə F1 bərabərdir F2 bərabərdir F3. Yəni F konstantdır. Amma təzyiq üçün eyni söz deyəməyəcəm uşaqlar. Çünki təzyiq nəyə bərabərdir? Təzyiq F bölü S-dir. Yaxşımı? Ona görə burada təzyiqlər MJ-dir və bərabərdirlər. Yəni burada heç bir fərqlilikləri yoxdur. Amma sahələr haqqında eyni söz deyəməyəcəm. Axı birincinin sahəsi 3S-dirsə, məsələn, hər birinin sahəsini S götür. İkincinin sahəsi 2S-dir, üçüncünün sahəsi S-dir. Ona deməli burada ən kiçik sahə 3-də olduğuna görə, elə ki bunun yeri ən az hissəsi deyir də. Ona görə onun təzyiqi ən böyük olacaq. Onda deməli P3 böyükdür P2-dən, o da öz növbəsində böyükdür P1-dən. Deməli, hər birinin tili, o til də bilirsiniz nədir uşaqlar? Kubun deyilib ki, bu bir xəttdir də, bir xətt. Hər birinin tili 10 sm, kütləsi isə 25 qram olan şəkildəki 4 kubun dayağa göstərdiyi təzyiq nə qədərdir? Uşaqlar, baxın, birincisi, 4 dənə kubum var, hərəsi 25 qramdır. Mən gəlin birincisi bunun kütləsini tapım qəşəngcə. Yəni, yazıram, M bərabərdir, 4 dənədir, hərəsi də 25 qramdan. Deməli, 4 vuraq 25, yəni 100 qram mənim əlimdə nə var? Kütlə var. Bunu da 0,1 kiloqram yazsam daha səliqəli görünəcək. İndi gəlin buradan onda təzyiq qüvvəsini tapaq. F bərabərdir mj, o da bərabərdir 0,1 vuraq 10. Yəni 1 Newton qüvvəm var. Bəs səthimin sahəsi nə qədərdir? S bərabərdir. Uşaqlar, kub deyiləm. Bax, kub belə bir şeydir da, düzdür? Baxın, indi burada görünmür da uşaqlar. 2 ölçülü olduğuna görə görünmür. Amma elə ki orada o 4 dənənin hər biri bax bu şəkildədir da. Elə ki bu, budur. Sonra bundan ikisi də bunun üstündədir, belə, belə. Sonra bir də biri də üstündədir. Yəni uşaqlar, burada əslində yerdə dayanan, bax bu dayaqda dayanan budur da, belə. Bax belə, budur dayanan yerdə. Yəni belə düşünməyin ki, bir dənə bu xəttdir, yox. Kub deyil ağzında. Hə, indi burada da kubun sahəsi uşaqlar, bax n vuraq uzundur da, onu da bilirik. Heç bunu bilməsək də kubun sahəsi deyən kimi ağlımıza n vuraq uzun gəlir də, AB. Düzdür? Aha, indi burada deməli A vuraq B yazacağam. Yəni N-i vuracam hündürlüyə. Burada da hər biri 10 verib. Deyir, hamısı 10-dur tillərin. Onda deməli 10 vuraq 10, o da edir 100 kvadrat santimetr. Düzdürmü? O da bərabərdir. Uşaqlar, mən bunu bəs metrə çevirsəm nə olacaq? Belə. Aha, belə. Vəssalam. İndi burada da deməli mən nə edəcəm? Və sonra təzyiqi tapacağam. Məndən nə istəyir? Təzyiq. P bərabər təzyiq nədir uşaqlar? Qüvvə bölək səthin sahəsidir da. Qüvvəmi 1 tapmışam. Səthin sahəsi 0,1. O da bərabər nə edəcək? 100-də 1. 100 qalxır da yuxarı 100 paskal. Və sonra. Yəni bu şəkildə. Qəşəng məsələdir, düzdürmü? Yəni birinci bir dənə kütlə tapırsan ki, hərəsi 25-dən 4 dənədir da. Buyur. Yəni sən sahib da. Bəli. Mən bunu açmışam. 5-də uşaqlar görürük ki, deyir masanın səthi üzərindəki bir-birinə bağlı 3 kubu bir vəziyyətindən 2 vəziyyətinə gətirdikdə səth edilən təzyiq necə dəyişir? Uşaqlar, bax istəyir 1 kub olsun, istəyir 2, 1 idi, düz durmuşdu. İndi mən aşırtdım, elədim 2 vəziyyətinə, yəni yıxılmış. Burada nə fərq var uşaqlar? Qüvvə dəyişmir da, mj dəyişmir axı. Ona görə burada yenə də nə olacaq uşaqlar? F bərabər konstant olacaq. F bərabər konstant. Amma təzyiq nədir? Təzyiq F bölü S-dir axı. Yəni F sabit olsa belə, burada təzyiq səthin sahəsindən tərs asılıdır. Əvvəl səthimin sahəsi A kvadrat idi uşaqlar. Çünki yeniden bu kubdur da, M vuraq uzun. Hər birinin də tili A-dır. Deməli A kvadrat idi əvvəl. İndi nə oldu uşaqlar? İndi baxın A, 3A vuraq A. Yəni 3A kvadrat oldu. Əvvəl A kvadrat idi, indi 3A kvadratıdır. Yəni burada S1 sahəm A kvadrat idi, S2 sahəm oldu 3A kvadratı. Nə oldu? Sahəm 3 dəfə artdı. Ona deməli təzyiq nə olmalıdır? 3 dəfə azalmalıdır. Yəni burada P1-mə P desəm, P2-yə də qoyacağım sual işarəsini. Belə də yazılışı ilə göstəreyim. Onda necə quracağım? P1 bölək P2 bərabərdir S2 bölək S1. P1 P'dir, P2-ni bilmirəm, S2 3A kvadratı, S1 də A kvadratı. Buradan bunlar ixtisarca cavab 3 qalır. Onda P2 bərabərdir nə alıram uşaqlar? P bölək 3.
Yəni təzyiq 3 dəfə azalar. Olur cavab B variantı. Ya da belə şifahi də mən baxan kimi deyərəm. Deyərəm ki, müəllimə birincidə bir dənə sahə var, bir kub. İndi 3 dənə kub var. Əvvəl yerə bir dənəsi dəyirdi, indi 3-ü dəyir. Deməli sahə 3 dəfə artıb da, onda da təzyiq də 3 dəfə azalacaq da day. Yəni belə də daha sürətli bir şəkildə izahı verə bilərsiniz şifahi. Aha, bu da belə getdi. Yəni bizə əsas yerlə təmasda olan hissə önəmlidir. Deməli, deyir ki, burada ikincidə gölün dibindəki tam təzyiq atmosfer təzyiqinə, keçdik artıq mayelərin təzyiqinə. Tam təzyiq deyir, atmosfer təzyiqindən uşaqlar 3 dəfə çoxdur. Gölün dərinliyini hesablayın. Uşaqlar, deməli yazıram P tam bərabərdir 3 dənə P0. Çünki deyir atmosferdən 3 dəfə çoxdur da. Bəs tam özü nədir uşaqlar? Tam özü nədir? Maye üstə gələk. Gölün dibində nə olar? Gölün üstündə maye var, bir də hava var. Yəni mayenin təzyiqi üstə gələk atmosfer təzyiqi. P0 bərabərdir 3P0-a. Bu tamın yerində yazmışam. Mayenin də təzyiqi həmişə ρGH-dır da. ρGH üstə gələk P0 bərabərdir 3P0-a. Onda buradan ρGH bərabərdir 2P0-a. Məndən də H-ı soruşur. H bərabərdir 2P0 bölək ρG. O da bərabərdir. 2 vuraq. P0-ı deməli 100 verib, bölək, ρ-nu 1000 verib, J də 10-dur. Deməli, bunun 2 0 ilə bunun 2 0 gedir. 0-dan %2 alınır. Burada 100 yazılmamalıdır əslində. Mən deyirəm, bu niyə 100 yazılıb? Burada 100 kilopaskal yazılmalıdır uşaqlar. Çünki atmosfer təzyiqi 10^5-dir axı. 3-0 olmalıdır. Oradan artıq 20 metr alınır onsuz da. Yəni atmosfer təzyiqi biz bilirik ki 10^5-dir. Götürüb yazıb 100. Ona görə də cavabla düz gəlmir. Amma yəni çox da önəmli bir detay deyil də. Burada 0.2 alırsan cavabı 0.2 metrdə variantlarda olsaydı birdən hardasa belə verər. Yəni özünüzü çaşdırmayın. Amma burada cavab yoxdur deyə bilirsən ki, hə, burada kilo verməlidir. Çünki 100.000-dir da uşaqlar atmosfer təzyiqi. Bu hamımıza məlum bir şeydir axı. Yəni burada 100 verməyi mən dedim bəlkə məsələ uyğun gəlsin deyə verib, amma yox. Elə səhvən düşüb. Aha, kilopaskal yazılmalıdır. Kilo da biz özümüz burada onsuz da 3-0 əlavə edəcəydik. Bu 3-0-ın ikisi ilə də bu getəcəkdi. Cavabımız 20 qəşəngcə alınır. Aha, bu belə. Sonra üçüncüdə bizə nə deyir? Uşaqlar, üçüncüdə də içərisində maye olan qab şaquli aşağı yönəlmiş 5 kvadrat metr bölək kvadrat saniyə təcili hərəkət edirsə, qabın dibinə təsir edən hidrostatik təzyiq necə dəyişər? İndi uşaqlar, burada belə bir nüans var da. Hidrostatik təzyiq, qabın dibinə edilən hidrostatik təzyiq nəyə bərabərdir? P bərabərdir ρGH. Bu, bərabər sürətli hərəkət halındadır. Bərabər sürətli hərəkət halında. İndi deyək ki, aşağı yönələn təcillə. Onda təcilli hərəkətdə nə olur uşaqlar? P bərabərdir ρG çıxaq A vuraq H. Düzdür? O da bərabərdir J-dən A-nı çıxanda 10-dan 5-i çıxırsan da, elə bir 10-dan da 5-in çıxanda qalır 5H. Deməli, əvvəl birinci halda J-nin yerinə 10 yazanda 10 ρH idi. İndi oldu 5 ρH. Yəni, burada artıq hidrostatik təzyiqimiz 2 dəfə azalmış oldu. Düzdürmü? Yəni, əvvəl ρGH-dır, amma 5 kvadrat santimetr bölü saniyə kvadratı təcillə hərəkət edəndə çıxaq olur axı düsturumuzda. Özü aşağı dediyinə görə çıxaq olur. Yuxarı desəydi üstə gələk olardı. Əvvəl 10 ρH idi, indi 5 ρH-dır. 2 dəfə azalmış oldu. Çaşıb 5 dəfə götürməyin. Ha, 2 dəfə. 10-dan 5-i azalmaq 2 dəfə azalmaq deməkdir. Özünüzü çaşdırmayın. Sonra baxıram 7-yə. 7-də deyir ki, stəkanda 150 qram su var. Stəkanın dibinin sahəsi də 10 kvadrat santimetr, kütləsi 50 qram olarsa, stəkanın stola etdiyi təsiri tap. Baxın uşaqlar, real həyatla görə nə gözəl əlaqələndiriblər. Bax, bir dənə stolum var, və stolun üzərində bir dənə stəkan var. Və uşaqlar, stəkanın içində su var deyir. Nə gözəl. Stəkanın içində belə su var. İndi uşaqlar, baxın, mən öz-özümə fikirləşirəm, bu stol nə qədər təsirə məruz qalır? Bir, suyun təsirinə məruz qalır uşaqlar. Suyun ağırlığı da stolun üstündə də. Bir də stəkanın öz ağırlığı da stolun üstündədir. Ha, yəni bu iki qüvvə sən toplamalısan. Bu bilirsən nəyə oxşayır? Yadınızdadır bir dənə turist məsələsi eləmişdik ki, turist bir də turistin
çiynindəki çantası. İkisi bir yerdə torpağa təzyiq edirdi uşaqlar. Ona görə də qüvvəni yazanda turistlə çanta toplamışdıq. Burada da su ilə stəkan, yəni ikisi də stola təsir edirdi. Ona görə qüvvə olaraq su ilə stəkanı toplamalısan. Mən görürəm ki, burada stəkanım, M stəkan bərabərdir 150 qramdır. Yəni 0-dan %15 kiloqram, düzdür? O da stəkanın yaratdığı təzyiq qüvvəsi eləyəcək mg, yəni 1.5 Newton. Düzdürmü? Amma bununla iş bitmir. Bir də suyun kütləsi var. M su nə qədərdir? 50 qram da sudur uşaqlar. 50 qram da su olanda 0-dan deməli %5 olur da. %5 kiloqram olacaq suyum. Bu da oldu mənim suyum. Onda deməli suyun yaratdığı təzyiq nə qədər olacaq? 0.5 Newton. Vəssalam. Onda deməli ümumilikdə stolun məruz qaldığı təzyiq nə qədər olur uşaqlar? Stəkanın qüvvəsi üstə gələk suyun qüvvəsi. Yəni eynən insanla çanta kimi. 1.5 üstə gələk 0.5. Yəni ümumilikdə 2 Newton. Bu oldu qüvvə. Və sahəm nə qədərdir uşaqlar? Sahə 10 kvadrat santimetr verib. Yenə də bunu metrə çevirəndə elə bil ki, minə böləcəm də. Daha doğrusu 10 minə. Onu böləcəm 10 minə. Bax, belə yazaq, heç sıfır səhvimiz olmasın. Bununla da bu girəndə mində 1 eləyir. 0-dan mində 1 kvadrat metr. Vəssalam. İndi təzyiqimiz nə oldu? Təzyiq bərabərdir. Qüvvə bölək səthinin sahəsi 2 bölək mində 1. O da eləyir 2000. Yəni 2. 2000 Paskal. Kiloya da çevirəndə 3 sıfırı silib kilo yazacağım da. 2 kilo Paskal. Qaranlıqsa qalsa soruşun. 23-də uşaqlar deyir, qabların dibinə göstərilən hidrostatik təzyiqlər eynidirsə, deməli, təzyiqlər eynidir uşaqlar. Amma görürsünüz ki, hündürlüklər eyni deyil də. Sahələr onsuz da önəmli deyil, qabın dibinə göstərilən hidrostatik təzyiqlər. Amma hansı qabda deyir, mayenin sıxlığı ən böyük. Uşaqlar yazıram, təzyiq nədir? P bərabərdir rho, J, H. Uşaqlar, burada J onsuz da sabitdir. Və mənə deyir ki, qabların dibinə göstərilən hidrostatik təzyiq də eynidir. Yəni, təzyiq də sabitdir. Mən görürəm ki, sıxlıqla hündürlük tərs mütənasib asılıdır. Yəni, hansının ki, hündürlüyü ən çoxdursa, deməli, onun yaratdığı sıxlıq ən az olacaq. Hansının ki, hündürlüyü ən azdır, onun yaratdığı sıxlıq ən çox olacaq. Niyə? Çünki tərs asılıdırlar. İndi burada da deyir ki, hansı mayenin sıxlığı ən böyükdür? Sıxlığın ən böyük olması üçün hündürlük kiçik olmalıdır. Yəni, birinci. 24-də uşaqlar birləşmiş qablardır. Deyir, A və B mayələri tarazlıqdadır. Bəs birləşmiş qablar qanununda uşaqlar sıxlıqlar nisbəti. Deməli, rho A bölək rho B bərabərdir HB bölək HA. Rho A-nı bilmirəm nə qədərdir, elə o istəyir. Rho B-ni 1000 verib, suymuş da yəqin. HB 20-dir, HA da 25-dir. Vəssalam. Onda buradan rho A nəyə bərabər olur? Deməli, 1000 vuraq 20 bölək 25. Vəssalam, 1000 ilə 25 ixtisar gedir. Nə qədər qalır? Elə bir ki, 25 ilə 4-ə ixtisar aparıram da 40 qalır, düzdür? Bu da eləyir 4 dənə 2, 8, yanında 2, 0, 800. Elə B də kirəsiniymiş də yəqin. Vəssalam, yəni bu şəkildə adicə, belə deyək də, məsələ həllidir. Birləşmiş qablar qanunudur. 25-də bəs bizə nə deyir uşaqlar? 25-də deyir ki, birləşmiş qablarda kirəsinin sütunu ilə su sütunu hündürlükləri fərqini verib. Hündürlükləri fərqini soruşur daha doğrusu uşaqlar. Gəllə birinci suyun hündürlüyünü tapaq, sonra çıxaq da bir-birindən. Yazıram H1 bölək H2 bərabərdir. Rho 2 bölək Rho 1. Tərs asılıq. H1-i bilmirəm. H2-ni 40 verib. Rho 2 kirasindir də, o 800 verib. Rho 1 də sudur, o da 1000 verib. Bununla bu. H1 bərabərdir nəyə? 40 vur 8 böl 10. Bununla bu getsə 32. Deməli, suyun hündürlüyü 32 cm. Fikir ver, sıxlığı 1000 olanın hündürlüyü 32-dir, sıxlığı 800 olanın hündürlüyü 40-dır. Düzdür da, sıxlığı çox olanın ki azdır, az olanın ki çoxdur. Vəssalam, fərqini soruşur. 40 çıxaq 32. Cavabımız eləyicə 8. Şulay, bunun variantları bilmirəm, düşüb-düşməyib. Amma belə bir tip məsələlərin çoxunda cavablarda 32 də olur ha. Yəni, çaşdırmayın özünüzü. Burada səndən demir suyun hündürlüyü nə qədərdir. Deyir, fərqini tap. Sən də 40-dan 32 çıxırsan, cavabımız alınır 8. Yəni, çalışın bu şəkildə diqqətli olasınız.
Aha. Sonra burada deyir ki 18-də nə deyir? Maye ilə dolu olan ağzı bağlı qabda mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi F-dir. Həmin qabı tərsinə çevirdikdə, uşaqlar baxın maye deyil, amma özünüzü çaşdırmayın. Təzyiqi soruşmur, təzyiq qüvvəsi soruşur. Bəzən uşaqlar deyir, müəllimə roji H aslı deyil. O təzyiq deyil, səndən təzyiq qüvvəsi soruşur. Təzyiq qüvvəsi nədir? Təzyiq qüvvəsi uşaqlar roji PS-dir, roji H vuraq S. Mən burada görürəm ki, təzyiq S-dən asılıdır. Üzr istəyirəm, təzyiq qüvvəsi S-dən asılıdır. Burada sahə neyinir? 3 dəfə artır. Onda əgər sahəm 3 dəfə artırsa, qüvvə də 3 dəfə artacaq. Yəni F-dirsə olacaq 3F. Vəssalam. Kran bağlıdır. Kran bağlı olanda mənim müəyyən qədər suyum var. Gəl o suyun həcmini tapaq. Deməli, V su, belə yaza bilərəm, V su bərabərdir. Görürəm ki, suyun hündürlüyü H qədərdir, yəni 8 sm. Həcm, V su yazaq da, həcm ümumiyyətlə S vuraq H-dır da. Görürəm ki, suyun paylandığı sahə 3S-dir. Və hündürlük də 8-dir. Vuraq 8. 3 dənə 8, 24S. Bu oldu suyun həcmi. İndi kranı açırıq. Bax, kran açıldıqdan sonra vəziyyət dəyişəcək. Kran açıldıqda artıq su 2 sahədə olacaq. Bax, 3S, amma sən buradan kranı açdın deyə su bu tərəfə də keçəcək axı. Ona görə də bir də S. Yəni, ümumilikdə mənim həcmim olacaq 4S. Vuraq, amma H-ımın nə qədər olacağını bilmirəm. Yazıram X. Bircə o bilirəm ki, burada hansı hündürlükdəsə, burada da həmin hündürlükdə olacaq. Niyə? Çünki biz nə demişdik? Biz qayda demişdik də, Birləşmiş Qablar qanununa görə bir cins maye eyni hündürlüyə qalxır axı. Bu hündürlüyə də mən bir X deyəcəm. Vəssalam. İndi burada məsələ nədir? Məsələ ondadır ki, sənin suyunun əvvəl həcmi 24S idisə, kran açılandan sonra da 24S olacaq. Çünki eyni sudur da, nə olsun? Bir boruda idi, indi 2 boruda da, amma eyni sudur. Ona görə də burada belə yazırıq. Ümumi suyun həcmin bərabər qoyuram, ümumi deyəcəm buna da. Ümumi kran açılandan sonraki həcmə. Bərabər olacaq da, onda 24S bərabərdir 4S vuraq X-a. S-lər hər tərəfdən ixtisar getsə, onda X bərabərdir 24 bölək 4, yəni 6 santimetr. Deməli, əvvəl suyum 8 santimetr hündürlükdə idisə, indi burada olacaq və buradan olacaq 6 santimetr, həmçinin bu biri tərəfdə də 6 santimetr. Çünki birləşmiş qablarda su neyinir? Eyni hündürlüyə çıxır da, yəni burada da 6 santimetr hündürlüyə çıxacaq. İndi mənə deyir ki, kranı açdıqdan sonra maye ikinci boruda hansı hündürlüyə çıxar? İstəyir ikinci boruda, istəyir birinci boruda, birləşmiş qablarda eyni şeydir. İkisi də 6 santimetrlik bir hündürlüyə çıxacaq. Yəni, bu buradan 8-dən 6-ya düşəcək, digər tərəfdən isə 0-dan 6-ya qədər qalxacaq. Və hər ikisi 6-da fokuslanmış olacaq. Vəssalam, bu şəkildə. Deməli, 4-də uşaqlar deyir ki, sıxlığı cismin sıxlığından, gəldim gəl, baxacaq. Sıxlığı cismin sıxlığından 3 dəfə böyük olan mayedə, deməli, uşaqlar, cismin sıxlığından 3 dəfə böyük olan maye, yəni rho maye bərabərdir 3 rho cisim. Düzdürmü? Üzərkən cismin həcmin hansı hissəsə mayədən kənarda qalar. Deməli, uşaqlar, maye verib, cismin sıxlığı verib, onda bizim bir dənə mütənasibliyimiz var da, məşhur. Mayenin sıxlığı bölək cismin sıxlığı bərabərdir. Deməli, cismin həcmi bölək batan hissənin həcmi. Düzdür? Yəni, bu şəkildə də açılımız. Vəssalam da, onda yazıram. Rho mayenin yerinə yazıram 3 rho cisim bölək rho cisim bərabərdir V cisim bölək V batan. Buradan rho cisimlər ixtisar gedir. Uşaqlar, V batan nəyə bərabər olur? Gəlin, baxaq, çarpaz vursam. 3V batan bərabərdir V cismə. Onda V batan bərabərdir V cisim bölək 3. Yəni, uşaqlar, cismin 3də 1-i batıb. Amma bu sənə batmayan hissəyə soruşlar, kənarda qalar deyir. 3də 1-ə bax, A variantına qoy B, olmaz. Kənarda qalan 3də 1-i batıbsa, 3də 2-si kənarda qalıb. Ona görə cavabımız olur B variantı. 5-də deyir ki, maye səthində üzən cismin həcminin 3də 2 hissəsi mayeyə batmışdır. Onda yazıram V batan nəyə bərabərdir? 3də 2 V cisim
Bu cismin deyir, sıxlığı 2 dəfə çox olan başqa mayeyə salsaq, bu cismi, uşaqlar bu cismi, sıxlığı 2 dəfə böyük olan başqa bir mayeyə salsaq, cismin həcmin hansı hissəsi mayeyə batar? Deməli, uşaqlar, əvvəl mən yazıram ki, birinci halda, birinci halı belə yazıram. Cismin sıxlığı bölək mayenin sıxlığı bərabərdir. Batan hissə, yəni 3/2 V cisim bölək V cisim. Buradan V cisimlər ixtisar gedir, cavabı alıram 3/2. Gəlin onda uşaqlar, buradan cismin sıxlığı üçün alaq. Cismin sıxlığı nəyə bərabər olur? 2 rho maye bölək 3. Uşaqlar, bu oldu cismin sıxlığı. İndi ikinci halda deyir ki, bu cismi, yəni uşaqlar, bu tənliyi yazıb, yenə də cismin sıxlığını eyni götürəcəksən. Amma deyir, mayeni 2 dəfə artırdım, mayenin sıxlığını. Yəni yazıram rho cisim bölək 2 rho maye bərabərdir nəyə? V batan bölək V cisim. İndi buradan biz V batanı tapmalıyıq, düzdürmü? Hansı hissəsi batar deyir. İndi mən burada bəs rho cismin yerinə nə yazacağam? Birincidə aldığımı yazacağam. Ay müəllim, niyə? Çünki eyni cisimdən söhbət gedir, bu cismi deyir. Onda yazıram 2 rho maye bölək 3. Məxrəcdə də 2 rho maye var. Bərabərdir V batan bölək V cisim. Buradan rho maye, 2 rho mayelər ixtisar gedir, heç rho mayelər yox. 2 rho mayelər ixtisar gedir. Onda mənim batan hissədə nə olur uşaqlar? V batan bərabərdir V cisim bölək 3. Yəni 1/3 hissəsi batacaq. Deməli mən nə etdim? Bir dənə yenə uşaqlar o sehirli mütənasiblikdən istifadə etdim də cismin sıxlığı bölək mayenin sıxlığı bərabərdir batan hissə bölək cismin həcmi. Vəssalam. Buradan mən birincidə qoyduğum yerinə batanın yerinə 3/2 yazdım. Çünki 3/2 verib. Rho cismi tapdım. Rho cism üçün bunu tapdım. Sonra gətirdim ikincidə rho cismin yerinə bunu yazdım. Amma rho mayenin yerinə 2 rho maye yazdım. Ay müəllim, niyə? Çünki burada deyir ki, mayesi 2 dəfə çox olan başqa bir mayeyə salınsa sıxlığı. Ona görə. Vəssalam. Buradan cavabı alındı. Qaranlıqca qalsa soruşun. 6-cı məsələyə baxıram. Baxın, gəlin belə deyək. Bax, cisim deyir, kerosində üzür. Ona təsir edən Arximed qüvvəsi F-dir. Uşaqlar, yazıram bura kerosin. Ona təsir edən Arximed qüvvəsi F-dir. Mən Arximed uşaqlar mg ilə tapacağam. Yəni cismin kütləsi vuraq. Ay müəllim, axı Arximed rho maye jv cisimdə uşaqlar üzəndə deyir axı. Deyir cisim kerosində üzəndə. Mən də bilirəm ki, üzəndə Arximed elə ağırlığa bərabər olur. Ona görə ki, mg ilə yazıram. Sonra bu cismi mən kerosindən götürdüm, saldım suya. İndi deyir ki, həmin cisim suda üzəndə. Uşaqlar, həmin cisim suda da üzəndə yenə ağırlıq qüvvəsinə bərabər olur da m cisim J. Ona görə də burada nə olacaq? Əlbəttə ki, əgər kerosində üzəndə Arximed F-dirsə, suda üzəndə də Arximed F olacaq. Niyə? Çünki hər iki halda nəyə bərabərdir? M J-yə bərabərdir. Eyni cisim olduğuna görə də burada dəyişiklik olmur. Yəni, olacaq cavab F. İndi bir dənə burada qeyd kimi belə yazaq. Ay müəllim, bəs Arximed qüvvəsi özü rho maye jv cisim batandır axı. Burada kerosinin sıxlığı azdır, suyun sıxlığı çox. Sıxlığı artırmışamsa Arximed artmalıdır axı. Elə olmur uşaqlar. Sıxlığı sən artırdınsa batan hissə azalacaq. Yəni, məsələn deyirəm, kerosində cisim belə görünürdüsə, suda, suyun içində cisim belə görünəcək, belə. Fikir ver, kerosində sən bu qədər batıbsa, cisminin bu qədər batıbsa, belə düşün, kerosində bu qədər batıbsa, suda bu qədər batdı. Fikir ver, batan hissəm azaldı da, mayenin sıxlığı artdı deyə cismin batan hissəsi azaldı və nəticə etibarilə də Arximed dəyişməmiş qalır. Yəni, Arximed eyni qalmış olur. Ona görə də çalışın bu məsələlərdə diqqətli olun. Üzmək sözünü ümumiyyətlə eşitdinsə, bil ki, mg ilə gedəcəksən. Bununla getsən özünü çaşdırarsan ki, müəllimə, sıxlığım artıb da, belə baxanda siz də düz deyirsə, kerosindən suya keçib da bu cisim. Ay müəllim, sıxlığı böyük olan keçmişəmsə Arximedim artmalı deyil. Uşaqlar, batan hissəyə eyni saxlasaydı siz deyəndi. Batan hissə haqqında burada heç nə deməyib axı. Batan hissə azalıb da sadəcə. Onlar bir-birini tarazlaşdırıb, o da cavab onun görə də eyni alınır. Belə.
Baxıram 20-yə. 20-də deyir ki, iki cisim şəkildə göstərildiyi kimi bir cins mayedə tarazlıqdadır. Tarazlıqdadır. Deyir, cisimlərin və mayələrin sıxları arasında hansı münasibət doğrudur? Deməli, uşaqlar, mənim A cismim mayeyə daxil ola bilməyib. Mayenin üzündə qalıb. Gör mayenin sıxlığı nə qədər çoxdur ki, cismi özünə buraxmır. Onda deməli A cisminin sıxlığı mayenin sıxlığından kiçikdir ki, mayenin üzündə qalıb. Amma B cismi mayenin tən ortasındadır. Biraz üstdə də ola bilər, biraz aşağıda da ola bilər. Dibə çata bilməyib. Niyə? Çünki B-nin sıxlığı mayedən böyük deyil. Böyük olsa dibə çatardı. Üstdə də qalmayıb, balaca da deyil. Onda nədir? Deməli bərabərdir. B cisminin sıxlığı elə mayenin sıxlığına bərabərdir. Və bu iki aslığı bir-birinə bənzədirəm də, belə deyək. Onda yazıram. A cisminin sıxlığı kiçikdir mayenin sıxlığından. O da öz növbəsində bərabərdir B cisminin sıxlığına. Lap AB-ni yan-yana yazaq. Vəssalam, bu şəkildə olur. Cavabımız Y variantı. Sonra 21-ə baxıram. 21-də deyir, maye içərisində A cismi müxtəlif trayektoriyalar üzrə hərəkət edərək suyun səthinə çıxardılır. Arximed qüvvəsinin gördüyü işlərin modullarını müqayisə. Uşaqlar, baxın, istəyir 1 olsun, istəyir 2 olsun, istəyir bu şəkildə etsin. Qapalı trayektoriyadır da, uşaqlar. Hər üçündə nə olur? Hər üçündə cisim, bax, A nöqtəsindən suyun səthinə çıxır. Yəni, fərqi yoxdur da. Yəni, getdiyim yol eynidir. Ona görə də burada hündürlüklər fərqi. Özü Efesdə H2 H1. Ona görə də orada yəni işlərin bərabər olacaq. Getdiyim trayektoriya mənə maraqlı deyil uşaqlar. Başlanğıc və son nöqtəm maraqlıdır. Başlanğıcla sonda hamısında eynidir da. A-dan başlayıblar, səthə çıxıblar. Vəssalam. Yəni elə bir bu nəyə oxşuyur biraz? Tutalım ki, sənin bir dənə binan var. Binadan topu bir dəfə belə atırsan. Bir dəfə belə atırsan. Bir dəfə belə atırsan. Heç bir fərqi yoxdur uşaqlar. Nə fərqi var? Burada ağırlıq qüvvəsinin gördüyü iş hər üç halda eynidir. Nə olsun ki, başqa cür atmışam? Axırı bunların hamısının başlanğıc koordinatı buradır. Sondakı gəlib yerə düşəcəklər də. Yəni, hər birinin hündürlükləri eyni olduğuna görə eyni götürəcəksən. Bax, bu şəkildə. Ona görə deyirlər ki, konservativ qüvvə bu deməkdir də. Trayektoriyanın formasından asılı deyiləm. Başlanğıc və son hündürlükləri fərqindən asılıyam. 22-də deyir ki, suda batılmış 5 kiloqram kütləli cismə təsir edən Arximed qüvvəsi 30 Newtondur. Arximedim 30-dur uşaqlar. 5 kiloqram kütlə sözündən də o dəqiqə mən bildim ki, ağırlığım da 50-dir. MG-dir də uşaqlar. Vəssalam, deyir cismin sudakı çəkisi. Mən bilən cismin sudakı çəkisi bərabərdir. Havadakı çəkidən çıxırıq Arximedi. Yəni, havadakı çəkim ağırlıqdır da, 50-dən çıxıram 30-u. Onda cismin maidəki çəkisi olacaq 20 Newton. Elə bir ki, uşaqlar, baxın, real həyatda, yəni suda olmayanda da real həyatda çəkim 50-dir, ağırlığım 50-dir, amma suya daxil olanda 30 oluram. Niyə? Özümü biraz yüngül hiss edirəm. Niyə? Daha doğrusu 20 oluram. Niyə? Çünki sənin 30 Newtondan Arximed yuxarı itələyir də ona görə. Yəni, burada ona görə də maidəki çəkimiz olacaq 20 Newton. Hazır düsturdur. Aha, İndi burada bizə nə deyəcək görək? Deməli, uşaqlar, 23-də deyir ki, dənizdə üzən qayığa təsir edən Arximed qüvvəsi 5 kN-dur. Yazıram, F Arximed bərabərdir 5 kilo-min deməkdir da uşaqlar. 5000 Newtondur. Deyir, qayıqda olan yükün kütləsi 200 kiloqramdır. Onda yazıram uşaqlar, F yük. Yükün ağırlıq qüvvəsi nə qədər olacaq? mg-dir. Kütləsi 200-dür. Onda 2000 Newton yükün ağırlığıdır. 2000 Newton yükün ağırlığıdır. Bəs qayığın özünün kütləsi nə qədərdir? Qayığın özünün ağırlığı nə qədərdir? F qayıq bərabərdir sual. Bilmirəm. İndi burada belə bir nüans var uşaqlar. Qayıq neynir? Üzür. Üzəndə nə olurdu? Üzəndə ağırlıq Arximedə bərabər olurdu. İndi burada ağırlığı mən nə götürəcəm uşaqlar? Yükün ağırlığı yox, qayığın yox. Qayıqla yükün ağırlığına bir yerdə baxasında. Yük də qayığın içindədir da uşaqlar. Ona görə yazıram qayığın ağırlıq qüvvəsi üstə gələk yükün ağırlıq qüvvəsi bərabərdir Arximed qüvvəsinə. Qayığın ağırlıq qüvvəsini bilmirəm. Üstə gələk yükün ağırlıq qüvvəsi 2000-dir. Arximed də 5000-dir. Onda burada mən qayığın ağırlıq qüvvəsini tapıram. Qayığın ağırlıq qüvvəsi eləyəcək 3000. Onda deməli, bu da mg olduğuna görə, buradakı m qayığın kütləsi də, onda m 300 kiloqram imiş də uşaqlar. İkincində qoyacaqsan. Gəlin baxaq birinci A cisminə. A cismi. Uşaqlar, A cismi. Bir dəqiqə.
Belə yazaq da. Aha, A cismi. A cismində görürəm ki, uşaqlar, yazıram. Rho cisim bölək rho A, yəni Rho da bərabərdir. Uşaqlar, batan hissəm nə qədərdir? 1, 2, 3, 4də 1. 4də 1-i batıb da, deyib o. 4də 1. 4də 1 V cisim bölək V cisim yazıram. Buradan V cisimlər ixtisar gedir, alıram 4də 1. Onda uşaqlar, cismin sıxlığını nə alıram? Rho cisim bərabərdir rho A bölək 4. Vəssalam, bu oldu cismin sıxlığı. İndi gəlin B cisminə baxaq. B cismində fikir verirsinizsə, B cismində uşaqlar, baxın, yazıram rho cisim bölək rho B, yəni bu səfər B cismindən danışıram, bərabərdir nəyə? Nə qədər hissəsi batıb? 1, 2, 3, 4də deməli 3-ü batıb ha uşaqlar. Bu bir dənəsi batmayandır. 4də 3-ü A isə o 3 hissəsi suyun içindədir. Yazıram 4də 3 V cisim bölək V cisim. Buradan da V cisimə ixtisar edən qalır 4də 3. İndi buradan rho cisim nəyə bərabər olur uşaqlar? Rho cisim bərabər olur. Deməli 3 rho B bölək 4-ə. Vəssalam. İndi sən bu ikisini bir-birinə bərabər qoyacaqsan. Ay müəllim, niyə? B yazaq bura. B. Niyə? Çünki bax bu da rho cisimdir, bu da rho cisimdir. İkisini də rho cismini tutamsan. Bəs niyə mən cismi eyni götürürəm? Çünki bu cismin deyir. Uşaqlar, bu cismin 2 mayıdır. Yəni burada hansı cisimdirsə, görürsən, burada da 4 yerə bölünüb, A-da da 4 yerə bölünüb, B-də də. Çünki eyni cisimdir da. Vəssalam. Onda yazıram rho A bölək 4. Rho A bölək 4 bərabərdir 3 rho B bölək 4-ə. Burada da hər ikisinin məxrəcində 4 var. Bunlar gedəndə qalır rho A bərabərdir 3 rho B. Deyir böl. Rho A-nı rho A-ya böl deyir burada. Yəqin rho A-nı rho B-yə böl demək istəyib də. Rho A rho A-ya böləndə 1 eləyəcək də uşaqlar. Mayelərin nisbətini tapmalıyam. Rho A-nın yerinə yazıram 3 rho B. Deməli belə yazacaq da rho A bölək rho B bərabərdir. Rho A-nın yerinə yazıram 3 rho B bölək rho B. Rho B-lər də ixtisar gedəndə cavab qalır 3. Vəssalam, doğru gəlsin. Bax, belə düşünək də. Gəlin belə düşünək. P çəkisi P-dir. Mərkəzdən aşağı P ağırlıq var. Bir də suyun üzündə qaldığına görə də burada yuxarı doğru arxmet var da P. İndi sənin bu F qüvvən də aşağıdır. F qüvvən də aşağıdır. Və tamamilə batırırsansa, yəni aşağı doğru gəlməlidir da. Onda sən burada F bərabərdir. Bir dənə də P qüvvəsi olmalıdır ki, bu F də aşağı gəlsin P ilə. Elə ki, P toplansın. 2P-dən P-ni çıxanda qalır P və o cisim artıq başlayacaq P ilə aşağı doğru hərəkətləməyə. Vəssalam. Yəni, bu şəkildə baxa bilərsiniz məsələyə. Qazancı soruşur. Deməli, uşaqlar, baxın, hidravlik presdən qüvvədə qazanc necə tapırdım? Əslində, qüvvədə qazanc yenə deyirəm, F2 bölək F1-dir. Amma hidravlik presdə bu F2 bölək F1, S2 bölək S1-ə də bərabərdir da, yəni səthlərin sahəsi nisbətinə. Bu da öz növbəsində D2-nin kvadratı bölək D1-in kvadratına bərabərdir. Onda burada qüvvədə qazanc bərabərdir D2-nin kvadratı bölək D1-in kvadratı. Niyə kvadrat? Çünki sahənin açılışı pi-r kvadrat, pi-d kvadrat bölü 4-də axı, ona görə də kvadrat olmalıdır. 12-nin kvadratı eləyəcək 144, düzdür. Lap belə yaza bilərik. 12 vuraq 12. Bölək. 2-nin də kvadratı 4-dür da, 4. 12 ilə 4 burada ixtisar gedir. Qəşəcə burada qalır 3. Bu da eləyəcək 36. Vəssalam. Deməli, qüvvədə 36 dəfə qazanc verəcək. Onda yazırıq ki, deməli, böyük porşenimizin sahəsi olsun S2, kiçik porşenimizin sahəsi nə olacaq uşaqlar? 60% kiçik, yəni S2-dən 60% kiçik. 60% kiçik olmaq 40% olmaq deməkdir. O da 0,4 deməkdir. 0,4 S2. Vəssalam. Qüvvədə qazanc nə idi? S2 bölək S1. Yəni S2 bölək 0,4 S2. Buradan S2-lər ixtisar gedəndə cavab nə qalır? 10-da 4. 10 bölü 4-də 2,5. Deməli, qüvvədə qazancımız nə olacaq uşaqlar? 2,5 olacaq. Vəssalam, bu şəkildə.